Litva son illərdə Azərbaycan vətəndaşlarının səyahət və təhsil üçün maraq göstərdiyi Avropa ölkələrindən biridir. Baltikyanı ölkələrin ən maraqlı şəhərlərindən biri olan Vilnius, qədim memarlığı, müasir həyat tərzi və təhlükəsiz mühiti ilə seçilir. Bəs Azərbaycandan Litvaya necə getmək olar? Hazırda Azərbaycandan Litvanın paytaxtı Vilnius şəhərinə birbaşa uçuşlar çox nadir hallarda həyata keçirilir. Əksər hallarda səyahət İstanbul, Varşava və ya Frankfurt kimi şəhərlər üzərindən transferlə baş tutur. Uçuş qiymətləri mövsümə, erkən rezervasiyaya və kampaniyalara görə gediş-dönüş birgə 450-850 arası dəyişə bilir. Yay aylarında və bayram günlərində qiymətlər daha yüksək olur. Azərbaycan vətəndaşları Litvaya səfər etmək üçün Şengen vizası almaq məcburiyyətindədirlər. Viza müraciətləri Bakıda yerləşən VFS Global Litva viza mərkəzləri vasitəsilə qəbul olunur. Viza üçün tələb olunan əsas sənədlər isə xarici pasport, doldurulmuş viza ərizə forması, bir ədəd fotoşəkil, tibbi sığorta, aviabilet və otel rezervasiyası və ya dəvət məktubu, iş yerindən arayış və ya maliyyə təminatını sübut edən sənədlər. Gündəlik 40 avro məbləğində vəsaitin olduğuna dair bank çıxarışıdır. Viza müraciətlərinə baxılma müddəti adətən 15 təqvim günü təşkil edir. Bəzi hallarda bu müddət daha uzun ola bilər. Bu səbəbdən səyahət tarixindən ən az 3 həftə öncə müraciət etməyiniz tövsiyə olunur. Litva Şengen zonası ölkəsidir. Bu ölkəyə alınan viza ilə digər Şengen ölkələrinə də səfər etmək mümkündür. Litvada qalmaq istəyənlər üçün D tipli milli viza və ya yaşayış icazəsi almaq tələb olunur. Bu proses üçün Litva Miqrasiya Departamentinə müraciət edilməlidir. Litvada təhsil almaq istəyənlər üçün ayrıca tələbə vizası prosedurları mövcuddur və qəbul məktubu əsas sənəd sayılır.